İndi isə 9-cu siniflərin buraxılış imtahanına düşəcək esse nümunəsinə baxırıq. Essedə bizə 3 şəkil verilir. Şəkillərdən birincisi essenin giriş hissəsini, ikinci qeyd olunan şəkil əsas hissəni, üçüncü şəkil isə essenin mətnin sonluğunu, yəni nəticə hissəsini göstərir. Biz əvvəlcə esse qurmaq üçün hər üç şəklin ardıcıllığına fikir verməliyik və bizə verilən tələblərə əməl etməliyik. Burada 35 söz tələbi qoyulduğu üçün bəzən abituriyentlər fikirləşir ki, burada biz hədsiz dərəcədə uzun cümlələr və yaxud çox sadə cümlələr yazmalıyıq, lakin elə deyil. Biz orta səviyyədə olan sözlərdən istifadə etməklə də 35 söz tələbini yerinə yetirdiyimiz bir esse, yəni nəzərə aldığımız bir esse yaza bilərik. Bunun üçün mən qısa yollarını bölüşmək istəyirəm. Biz ən birinci şəkildə olan sözləri bir yerə qeyd etməliyik ki, hansı sözlərdən istifadə edəcəyimizi bilək. Burada bizdə 2 obraz verilib və biz hər ikisinə ad verməliyik. Essedə yazmaq üçün obrazları mütləq şəkildə adlandırmaq lazımdır. Məsələn, mən birinci obrazda Mike adını, qız obrazına isə Maria adını seçirəm. Siz də istədiyiniz hər hansı 2 adı seçə bilərsiniz. Daha sonra bizdə şəkildə nə var? Top. Top sözünü qırağa qeyd edirəm, bol deməkdir. İkinci şəkildə isə mən görürəm ki, uşaqlar top üstündə dalaşır. Dalaşmaq ifadəsi olacaq have a fight və yaxud have a quarrel, yəni mübahisə etmək, dalaşmaq. Üçüncü şəkildə isə topun cırıldığını və uşaqların məyus olduğunu görürəm. Məyus olmaq be sad və yaxud be disappointed kimi ifadə olunur. Həmçinin cırılmaq sözü də teyə feili ilə ifadə olunur. İndi isə gəlirik cümlə qurmaq qaydasına. Sözləri kənarda qeyd etdikdən sonra biz həmçinin cümlələri bir-birinə bağlayan modal sözləri də bilməliyik. Bunlardan birincisi olacaq one day, yəni bir gün. 9-cu sinif din buraxılış modelinə uyğun test toplusunun arxasındakı nümunə cavablarda da daha çox cümlələrin başlanğıcı one day ifadəsi ilə yazılır və keçmiş zamanı göstərir. Zaman mövzusunda da artıq bir çoxlarımızın eşitdiyimiz və bildiyimiz kimi cümlələr hamısı bir zamanda olmalıdır. Yaxşı olar ki, hamısı ya past simple, yəni keçmiş sadə zaman, ya da present simple, yəni indiki sadə zamanda olsun. Digər bir vacib nüans isə budur ki, biz cümlə qurmaq qaydasını bilməliyik. Sözləri qeyd etdik, amma cümlə qurmaq qaydasını bilmiriksə, biz esseni yaza bilmərik.